Thomas Dreiser'in dahi əsəri 20-ci əsrin əvvəlləri Amerika cəmiyyətinin materialist dəyərləri ilə sənətkar ruhunun toqquşmasını təqdim edən naturalist bir şaheserdir. Süjet xətti Chicago və New Yorkun sənaye mühitində gənc rəssam Eugene Vitlanın yüksəlişi, süqutu və mənəvi yenidən doğuşu ətrafında cərəyan edir. Reallıq heç bir romantik bəzək vurulmadan, böyük şəhərin amansız rəqabəti, şöhrət hərisliyi və mənəvi aşınma içində göstərilir. Əsərin mərkəzi konflikti sənətkarın estetik idealları ilə kapitalist dünyanın qəddar tələbləri arasındakı barışmaz ziddiyyətdir. Mərkəzdə dayanan Eugene Vitla əyalətdən böyük şəhərə gələn, daxili dünyası rənglər və xəyallarla dolu olan bir sənətkardır. Onun gəlişi Amerika sənət mühitindəki klassik qəlibləri sarsıdır. Eugene həm dahi yaradıcını, həm də ehtiraslarının qulu olan zəif fərdi təmsil edir. O, hissli fabrikləri və həyatın çılpaq reallığını rəsmə köçürərək yenilik dalğası yaradır. Lakin Eugene ideallaşdırılmış qəhrəman deyil. Gözəlliyə həssaslığı ucbatından mənəvi uçurumlara yuvarlanan mürəkkəb xarakterdir. Onun faciəsi sənətdə ucalmaq üçün gücü olsa da, real həyatın etik normaları və ailə məsuliyyəti qarşısında aciz qalmasıdır. Chicago və New York şəhərləri sujetin ən dinamik personajlarıdır. Şəhər insan enerjisini sümürən, zəifləri əzən və güclüləri mənəviyyatdan uzaqlaşdıran nəhəng bir mexanizmdir. Bu mühit Eugene'in sənətini formalaşdırsa da, onu reklam dünyasına çəkərək yaradıcılığını kommersiyalaşdırır. Dreiser'in naturalist dünya görüşündə şəhər fərdi öz iradəsi xaricində dəyişdirən mütləq mühit rolunu oynayır. Eugene'in həyatındakı qadınlarla münasibəti romantik hisslərdən çox bioloji və fizioloji təbiətdən doğan bir zərurətdir. Həyat yoldaşı Angela Blue sadiqliyi təmsil etsə də, nikahları xarakter uyğunsuzluğu səbəbindən zindana çevrilir. Susan Dale olan ehtirası isə Eugene'i həm ilhamlandıran, həm də məhvə aparan qüvvədir. Angela'nın ölümü və sənətkarın sarsıntısı şəxsi xaosun sənətdəki tənəzzüllə paralel getdiyi ən ağır nöqtədir. Sujet sənətkar atelyesi ilə korporativ ofislərin soyuq dünyası arasında kəskin kontrast yaradır. Eugene'in rəssamlıqdan uzaqlaşıb reklam menecerinə çevrilməsi mənəvi süqutun başlanğıcıdır. Maddi rifah onun sənətkar ruhunu körlaşdıraraq sistemin bir hissəsinə çevirir. Dreiser sənətin pulla ölçüldüyü cəmiyyətdə dahiliyin kövrəkliyini göstərir. Əsərin finalı zahirən məğlubiyyətdir. Eugene karyerasını və həyat yoldaşını itirərək boşluğa düşür. Lakin əsərin adı olan dahi, fərdin sarsıntılardan sonra daxili gücünü tapmasına işarə edir. Eugene həyat dərslərindən sonra mistisizmə və sənətə kamil bir sənətkar kimi qayıdır. O, kainatın amansız qanunlarını dərk edərək tənhalıqda sakitlik tapır. Əsl dahilik sadəcə yaratmaq deyil, həm də sarsıntılar qarşısında mənəviyyatı qoruyub, hər süqutdan sonra yenidən doğulmaq bacarığıdır. Dinlədiyiniz üçün təşəkkürlər.